Kiminsə deməsini gözləmədən özü hərəkətə keçmək, məsuliyyəti üzərinə götürmək, hər hansı bir problemi və ya işi könüllü şəkildə başlamaq. İngilis dilində bütün bu mənaları özündə birləşdirən bir ifadə var. Take initiative. Take initiative. In English, to act without being told what to do. Əgər siz də heç kimi gözləmədən məsuliyyəti öz üzərinizə götürüb işə başlayırsınızsa, onda you take initiative. Cümlələrdə işlədək ki, yadımızda qalsın. Məsələn deyək, o özü təşəbbüs göstərib, görüşü təşkil etdi. She, take'in keçmişi took. She took the initiative and organized the meeting. Və ya demək istəyirəm ki, əgər sən problemi görürsənsə, onda təşəbbüs göstər və onu həll et. If you see a problem, take initiative and fix it. Və ya necə deyərik, o təlimatı gözləmədən özü hərəkətə keçdi və ya təlimatı gözləmək əvəzinə özü hərəkətə keçdi. He took initiative instead of waiting for instructions. So my question to you, in which situations do you usually take initiative? Do you prefer to take initiative or wait for instructions? Why?